F2 bölünmüş ne olacaq? F2 1 bərabərdir 2. Neyəcəyik? Hardan başlayaq? Buradan başlayaq. F5 aşağısı nə olacaq? 4. F4 bərabərdir 2. Sonra F6 bölü F5 bərabərdir 2. Gördük. Sonra F nöqtə yaza bilərəm. Sonuncunu yazım. 30 bölünmüş F29 bərabərdir 2. Bax, çarpaz vuranla belə gedəcəkmiş. Qaldı F30 bəli, F4 bərabər 2'ləri vurmuşam. Neçə dənə vurmuşam deyə? 5'in 30'a bax. 5'dən 30'a görə neçə dənədir var? 35 dənə. 36 dənə. Yox. 5, 6, 7, 30'a qədər. 30 çıx 5 25 üstə gəl 1. Tərəm sayı 26 dənə. 26 dənə. 26 dənə 2'nin asili 226 elədir mi? Hə. F4'ün qiymətini bilmirəm, amma F4'ü buradan tapa bilərəm mən. F5 nədir? 4. 4'ü nəyə bölsəm 2 qalır ki? Demək bu da 2'ymiş. Çarpaz oranı 227 elədir mi? Hə. Bu testdə belə boy zəli.